Salam, deyirlər, həyatda sadəcə yaxşı insan olmaq bəs eləmir. Uğur üçün gərək bir növ, necə deyim, oyunu biləsən. Hə, o oyun sözü çox işlənir. Bəs bu oyun nədir axı? Qaydaları kim yazıb? Bax, bugün əlimizdəki mənbələr məhz bu suallara cavab axtarır. Amma onu deyim ki, çox fərqli, hətta ziddiyyətli cavablar var. Bəli, bəli. Materiallar cəmiyyətin, xüsusən də kişi-qadın münasibətlərinin, yəni o görünən və görünməyən tərəflərindən danışır. İddialı fikirlərdir çoxsu. Məsələn, bu qırmızı həb söhbəti var. Nədir o? Sanki Matrisa filmindəki kimi. Elə bir şey, hə. Güya reallığın daha sərt, fərqli bir üzünü görməyi təklif edir. Cəmiyyətin bizə təqdim etdiyi isə sanki daha rahat, amma aldadıcı bir mavi həbdir. Maraqlıdır. Bəs bu qırmızı həb məntiqi hardan gəlir? Nəyə əsaslanır? Çox vaxt təkamül psixologiyasına istinad edirlər. Məsələn, deyirlər ki, qadınlar təbiətən, yəni bioloji olaraq daha güclü statuslu kişilərə meyl edir. Yəni o məşhur yüksək dəyərli kişi anlayışı buradan çıxır. Bəli, o tipaj önə çıxır. Amma baxın, bu yanaşma ciddi tənqiddə olunur. Necə yəni? Tənqidçilər deyir ki, bu insan davranışını həddən artıq sadələşdirir də. Sosial faktorlar var axı. Həm də bu iddiaların elmi əsasları, necə deyim, biraz mübahisəlidir. Hər şeyi biologiyala izah etməyə, yəni tam olmur. Aydındır. Mənbələrdə başqa bir məqam da var. Deyilir ki, bəziləri feminizmin biraz həddini aşdığını düşünür. Və bu da kişilər arasında bir narazılıq yaradıb. Hə, o əks reaksiya məsələsi. Argument odur ki, kişilərdən hələ də o ənənəvi, təminatçı rolu gözlənilir axı. Düzdür. Amma qadınların hüquqları genişlənir deyirlər. Lakin, məsələn, ən ağır fiziki işlərdə, mədən, inşaat kimi kişilərin sayı qat-qat çoxdur. Bu balanssızlıq kimi təqdim edilir. Bəli, bu da bir argument. Digər tərəfdən başqa mənbələr var ki, onlar sırf kişi hüquqları aktivistlərinin, yəni MRA-nın dediyi konkret problemlərə fokuslanır. Rəqəmlər var ortada. Hansı rəqəmlər, məsələn? Baxın, kişilər arasında intihar göstəriciləri qadınlardan xeyli yüksəkdir. İş qəzalarında ölənlərin deməli 90%-dən çoxu kişilərdir. Evsizlərin əksəriyyəti kişilərdir. Bunlar ciddi məsələlərdir. Dəhşət rəqəmlərdir əslində. Başqa? Hətta cinayət məsələsi var. Eyni cinayətə görə kişilərin qadınlardan daha ağır cəza aldığı deyilir. Bəzi hesablamalar var, orta hesabla 60%-dən çox fərq olduğu iddia edilir. Bir də boşanma zamanı uşaqların vəkaləti məsələsi. Orada da problemlər yaşandığı vurğulanır. Hə, o vəkalət məsələsi çox həssas mövzudur. Mənbələrdə Warren Farrell kimi adamların şəxsi təcrübələr də var deyəsən. Aldadılma, uzun məhkəmə çəkişmələri. Bəli, o cür nümunələr çəkilir. Və bir də bu var ki, kişilər çox vaxt bu problemləri danışmağa çəkinir. O zəif, şikayətçi damğası var axı, qorxurlar bundan. Düzdür. Hətta məişət zorakılığı qurbanı olan kişilər üçün sığınacaqların sayı demək olar yox dərəcəsindədir. ABŞ-da məsələn minlərlə qadın sığınacağına qarşı 1-2 dənə kişi sığınacağı var ya yox. Bu adamı düşündürür, elə deyilmi? Əlbəttə düşündürür. Amma təbii ki, bu argumentlərin də əks tərəfi var, yəni tənqidçilər var. Feminist yanaşma nə deyir bəs? Onlar bu hərəkatı, MRA-nı daha çox qadınların əldə etdiyi uğurlara qarşı bir reaksiya, bir əks hücum kimi görürlər. Deyirlər ki, MRA statistikaları təhrif edir, kontekstdən çıxarır. Və kişilərin imtiyazlarını görməzdən gəlirlər, deyirlər. O, siyasət, biznes rəhbərliyi kimi sahələrdəki üstünlükləri. Bəli, məhz onu vurğuluyurlar ki, bu imtiyazlar hələ də mövcuddur və MRA bunu qəsdən kiçildir. Fəlsəfi tənqidlər də var, deyəsən, bu qırmızı həb yanaşmasına qarşı. Hə, var. Deyirlər ki, bu yanaşma dünyanı çox ağ-qara göstərir, hətta bəzən konspirasiya nəzəriyyələrinə yaxınlaşır. Tənqidçilər deyir ki, reallıq daha mürəkkəbdir axı. Empatiya lazımdır, fərqli baxışları anlamaq lazımdır. Yəni, deyirlər ki, hər şey oyun deyil. Və ya oyun olsa belə, qaydaları anlamaq başqa şeydir, dünyanı yalnız o qaydalar çərçivəsində görmək başqa şey. Həm də bir narahatlıq var ki, bu cür oyunu anlamaq fəlsəfələri insanları cəmiyyətdən soyuda bilər. Necə yəni? Yəni, fərdlər problemlərin həllini ancaq öz strategiyalarında axtarmağa başlayır. Bu da sistemli problemlərin həllini çətinləşdirir. Diqqət böyük mənzərədən yayınır. Deməli, çox qütblü bir mənzərədir həqiqətən.
Bir tərəfdə kişilərin çətinliklərini, ədalətsizlik iddialarını eşidirik, o biri tərəfdə isə deyilir ki, bu iddialar qadınların mübarizəsini, mövcud güc dinamikasını nəzərə almır. Bizim də məqsədimiz, yəni tərəf tutmaq deyil əlbəttə. Sadəcə bu fərqli səsləri sizə çatdırmaq idi. Tamamilə doğru. Əsas sual indi budur. Siz bu mürəkkəb mənzərədə nə düşünürsünüz? Hansı arqumentlər sizə daha, necə deyim, inandırıcı gəlir? Hansılar sizin təcrübənizlə üst-üstə düşür? Və sonda belə bir sual qoyaq ortaya, düşünmək üçün, bütün bu ideologiyaları, qırmızı həb, feminizm, MRA bir anlıq kənara qoysaq. Sizcə, biz fərd olaraq cəmiyyətin bu mürəkkəb, bəzən də ədalətsiz görünən oyun qaydaları ilə necə davranmalıyıq? Problemlər daha çox fərdi səylərlə həll olunmalıdır, yoxsa sistemin özündə köklü dəyişikliklər lazımdır? Bax, bu doğrudan da düşünməyə dəyər bir sualdır. Sağ olun.